Bismillahirrahmanirrahim. Ulu Tanrının adı ilə. Cəhalət mühəndisliğinə qələbənin 269-cu bölümün bir ayrı türk kitabı ilə başlayıram ki, bizim dədələrimiz türk milləti tarixdə keçən minlər ildə və yüzlər ildə yaradıblar, dil yaradıblar. Dildən sonra kitablar yaradıblar, yazı yaradıblar, yazıdan da kitablar yaradıblar. Və sonralar keçən 250 ildə özəlliklə düşmənlər gəliblər kitabları xüsusən çap sistemindən bu üzə yazılan kitablar, hətta əl yazılan kitablar çap sistemi gələndən bu üzə düşmənlər eləyə biliblər ki, türklərin və müsəlmanların düşüncələrin əllərinə alalar. Onların beyinlərin, düşüncələrin, ağılların mum kimi, istədikləri kimi ona şəkil verələr, onu hala gətirələr və işlədələr öz mənfəətləri yolunda. Buna mən mühəndisliyi cəhl və cəhalət deyirəm. Buradan çıxıb tozaşdan bir gücə çevrilmək üçün qeydib ata-babalarımızın yaratdığı dil və yazı uyğarlığına, ya mədəniyyətinə, ya təməddünə qeydməliyik. Onları oxumalıyıq. Onları elm olaraq, texnoloji olaraq nə deyirlər? Biraz da bu günlərinkini alaraq eləyə bilək özümüzün yolumuzu ayıraq və cəhalət mühəndisliğindən çıxaq eşiyik. Bu yolda mən bundan belə ki, türk dili oxumamışam, türk dilində savadsızam, amma gəlirəm və özümü gəlişdirməyə çalışıram və bunu da başladım əl yazma kitablardan. Görək ki, hara gedəcəkdə ömrümüzün əgər olursa bundan nə faydalar görəcəyik. Faydaları budur ki, indi keçən bu 268 geçmiş 268-ci proqramda 450-dən çox 500-ə yaxın kitab tanıtdırmışıq. Özüm də onları tanımışam. Yəni azdan çoxdan indi mən türk dünyasının biraz yaratdığı kitablardan tanış olmuşam. 1000 il, 1300 illik kitabdan deyə bilirəm ta bu son zamanlara can, hətta belə rəhmətli şeyin kitabın indi adı yadıma düşsə, o məsələn son sonralar ölüb. Ya bu 57 inqilabından sonralar ölübdür. Onun məsələn əl yazma kitabı oxudum. O da yap tazası idi. Amma gedək görək bu günləri hangi kitab bizim urcağımıza çıxır ki, yolumuza çıxacaq ki, biz onunla eləyə bilək tanış olaq. Dünənləri bu fikrim İğuri Qur'an, bunu yox, Hüseyn Əl-Məruf Qur'an-ı Ərəbi, Fətavai Fiqhi Əhl-Sünnət Qur'an Türk Ərəbi. Dünənləri biz bu kitabı oxuduq, amma nədənsə bunun adı mən dəyişdirmədim. Bu cəlib bir kitab idi, bunu açaq. Bunun adını da dəyişdirim mən o şey üçün. Bəlkə də bu deyil. Məsnəvi Xərabatı Hüseyn Əl-Məruf Tarixi Moğol, bunu oxuduq. Dünənləri bunun elə burada adını dəyişdirək. Bu türkcə, latincə yazmışını götürsək elə bir ad olar və bu Hüseyn Əl-Məruf, bunu mən açdım indi. Görək ki, bu hangi kitabdır? Bu kitab Berlində, bunu dünənləri gördük. Tənqih Təvarix Lihəzarfən dedik ki, bu kitabı öncələrdən oxumuşuq. Bunu elə adını yazacaq Tənqih Təvarix qoyaq qalsın. Bu nə xəbərdir? Tənqih Təvarix, bunun adını deyirsək. Türkcə, aha bu şey eləyək. Türkcə Tənqih Təvarix
Tamam. Bunu beləsi yazdıq. Tarixi Moğol'da dünən oxumuşduq. Bu günləri bu kitaba baxacağıq. Görək ki, bu kitab nədir və nə yazır. Üstündə yazıb ki, An historical account of the reign of Yaqub Bəy Atalıq Qazi Uyğur. Üstdə belə bir şey yazıblar. Bu 82 səhifəlik bir kitabdır. Zahirən də hər səhifədə 2 səhifə qoyublar. Yəni onlar məsələn deyək ki 160 səhifəlik bir kitabla ehtimalən qarşı-qarşıyıq. Kitabı əvvəl həmişəkinə tay biraz kiçik edirik ki, bunun görək kağız kitab nə cür görsənir. Görürük ki, kitabın bu tərəfi ki, əlan baxırıq. Bura şirazəsi cırılıbdır, cildi ayrılıbdır. Qıraqları çürüyüb, əpriyibdir. Kitab yazısı, əl yazısı çox şeydir, sədəmə görüb zahirən. İkinci, üçüncü səhifəyə baxırıq, biraz yazısının keyfiyyəti daha yaxşıdır. Amma qıraqlarına baxsaq görürük ki, əpriyibdir, tökülür, çürüyüb, tökülür. O birisi səhifələrinə də baxanda görürük ki, bu əl yazı bir əl yazı da oxuya bilərəm, ehtimal verirəm. İndi qalıb ki, ləhcəsi hangisi olsun, əcəba türküdür, yox, ona baxmalıyıq. Bir də görürük ki, qırmızı yazı ilə yazılıbdır. Dövrəsinə heç zat çəkməyiblər, çarçıvəsiz azad bir yazıdır, dövrəsi azaddır. Görürük, bu birisi səhifələr gəlində görürük, bəzi kəlmələrin başı üstündə bir qırmızı xətt çəkiblər. Ehtimal budur ki, onlar çox önəmli olduğu üçün o cür olubdur. Bəzi yerdə görürük, qırmızı yazılarla bir şeylər yazıblar. Baxarıq, görürük ki, nələrdir. Burada bu səhifəyə gəlmişik, demək olar 10-15-ci ya 16-cı səhifədir. Burada görürük ki, qıraqda da bir yazı var, uzun, aynı qələmlə ehtimalən yazılmış görünür. Qələmin rəngi nə cürsə ya o üzdən, kağızın o üzündən bu üzünə keçir, bu üzdən də o üzə keçir. Belə görünür. Yəni sulu bir qələm şeydir, cöhərdir. Onu o cür istifadə eləyiblər. Sətirlər gördüyünüz kimi bir-birinə çox yaxın və kəlmələr də bir-birinin qarnına giriblər. Yazıda da yəni o hərflər ki, onların üstündə dəndanəsi var, onlardan dişi vardı, onlardan istifadə eləməyiblər. Elə mən o mədrəsədə görəcəkmişəm dəndanə, diş, elə onu da yenə burada o cür işlədirəm. Bu səhifədə görürük ki, bir möhrüymüş ya bir şeymiş düşübdür, yemaqdan zaddan düşübdür, yağlıdır bu səhifələr və kitabın qırağında da əlbəttə görürük onu yenə. Buradan o bilmirəm nəymiş ki tökülübdür, elə bir məsələn şorbazat yeyirmiş, tökülübdür kitabın bir bölümünü şey eləyibdir. Bəllidir, bu birinci nüsxədir. Burada görürük ki, mürəkkəb cöhər damcılayıbdır kitabın üstünə və burada oxumağı mümkün deyil. Çünki cöhərin suyu o qədər çoxmuş ki, o üz bu üz bir-birinə keçibdir. Bəlli deyil ki, nə yazılıbdır əslən. Təəssüf olsun ki, bəzi yerdə o çox təsir qoyubdur. Burada da qırmızı cöhər görürük, tökülüb kitabın üstünə yenə. Yəni bu birinci kitaba bənzir. Yəni bunun vəziyyətinə belə baxanda yazarın xəttidir, yazıbdır, belə görünür əlbəttə. Ola bilər də ki, olmasın, nüsxə olsun yəni. Yəni bu ikinci yazı, üçüncü, beşinci, 10-cu bunlar ola bilər. Burada biraz xətt daha aydınlaşdı. Biraz sətirlərin arasını çox xatdı. Bu da səbəb oldu ki, biraz sətirlər açıldılar. Baxaq, sonra qeydər kitabı oxumağa başlarıq. Biraz səfəni yekəldirəm ki, bunu görə biləm. Görüm, Qazi Yarkənd Mərabişi, Quva və indi bunlar çox şeydir. Quva, Mərabişi, Əqva və Çəturqan, İsxər qıldı. Raşidin xan Atalıq Adışikə Ləşkər İbardı Yəqə
əriqdə, yəqə əriqdə, kətə ürdüş qılıb kocalığa leşkeri qaçıb atalıq kucari aldı, Raşidin xanı öldürüb, yurtunu bastırıb, Kaştuğa yandılar. Fəsli dastanı analıq kaşındı. Nəminə? Bu zahirən atalıq dastanın adı, kitabın adı Atalıqdır. Bu beləsi görsənir. Amma burada bir tarixdən xəbər görmədik. Kitab elə müstəqim orada birinci fəsli. Yəni bu kitabın birinci fəslidir. Kitabın adı Atalıqdır. Atalıq. Görək, Bismillahirrahmanirrahim ilə başlayır. Həmd-i bihəddu sənay olacaq, şənay yazıbdır. Şənay biəd ol. Zati bihəmtayən kim ol nadiri zaman və yegani dövran taci əmharəti küfrü iltifayıq dəhəndi nayıq dəhəndi şریعت پیغمبری اخیر الزمان الخاقان ابن خاقان اعنی سید جهانگیر خان bin İzruki xan. Cahangir xan. Bəs Cahangir xan şeydir. Kimin zamanındadır? Çağ Seyyid Cahangir xan ibn Büzrüc xan Xocam Faraşahım hikayət və rivayət kunendiyi in dastan. Xocası, ustadı. Xoca Faraşahım hikayət və rivayət kunendiyi in dastan və qissi pürqüssi Həzrəti Cahangir xan Furuzendi fərzənd olacaqdır. Furuzendi görsənir. Ya da ki Fərzəndi Buzurg xan. Ehtimalən bu Buzurg elə Buzurg yazıbdır. Buzurg xan Turum Şahım. Bu Turum Nami Şahım belə bir adı yazıb burada. Büzrüc xan Turum Fami Şahım belə bir şeydir, oxuyanmıram xalıq. Çünki kitab burada çoxdur şeydir, yəni qarışıqdır və yazılar qəşəng görsənmir. Bəzi yerdə rəngi düşməyibdir. Yəni mürəkkəbin rəngi də aydın deyil, bəzi yerdə qatışıqdır, hərflər bir-birindən ayrı deyil. Onun üçün biraz çətin gəlir. Xaliqi, xəllaq, səmii, əlim, qaviri, bir haqq, ehtimalən qadiri bir haqq, bərhaqq, əzimi, kərim. Burada bir 3 dənə nöqtə kimi qoyubdur, bir şey qoyubdur. Fəsli dastani dastan və dastani fada. O üstə ki oxuyurduq, oxuyamırdıq. Fada, onu fada yazır elə. Fəda ola bilər. Fada Şahi Büzrüc xan Turumdin. Tamam, bunun dastanı. Dastanı Fada Şahi. Belə burada yazar şey dastanı Fada
şahsi ya şahi Üzrük Xan Turumdin. Bunu yazaq elə beləsi, görək ki, ChatGPT bunu bizə nə deyir? Bunu yazanda o bir şey bizə deyə bilir. Fada Şahi Buzurg Xanı Turumdin. Görək bunu bir şey bizə deyə bilir. Bunu aha şahi qələt yazmışam, sahi yazmışam. Bunu dəyişdirim elə əvvəldə. Daşan Buzurg Xanı Turumdin. این به شکل روشن و معیار نیست و چند جور میشه به آن را خواند. برای همین لازم است کمی توضیح بدهی. تمام. اما احتمال رو میگم. فدا شاهی بزرگ خان ترومدین. اگر فدا به معنی قربانی ایثار باشد جمله از نظر دستوری ناتمام است. پادشاهی بزرگ خان ترومدین ممکن است منظور عنوان یا لقب یا شخص تاریخی یا اسطوره‌ای باشد، ولی ترومدین در منابع شناختی فارسی ترکی نام معروفی نیست. اگر متن ترکی آذری یا عثمانی بود خان. Tamam, burada yazaq ki Cuğtay Türkçesi olabilir mi? خان خانه عنوان رایج. بزرگ معمولا به شکل یوک می آید. لوک ساختارهای لقبی و تکراری اسم میدم. اگر تروم در اصل تروم بوده باشد میتواند در اثر نسخه برداری تلفظ تغییر کرده باشد. اما چرا مشکوکش فادا در جهت‌های واژه اصلی و رایج نیست. اگر باشد معمولا وام واژه فارسی است. ترومدین به این شکل در متون معتبر جهت‌های شناخته شده نیست. ترتیب واژه‌ها هم کاملا با نحو کلاسیک جهت‌های نمی‌خواند. احتمال‌های قوی‌تر: متن ترکی متأخر عثمانی یا آذری قدیم یا واژه‌های فارسی تحریف نسخه‌ای از یک عبارت cığatay tərkib از لقب نام شخص. Tamam. Oxuya bilmir. Hər halda oxuya bilmədi. Tarix 1200-2. Aha, bu tarix yazıbdır. Tarix 1282. Tarix 1282. Mah-ı Şəvval. Şəvvalın 12'si. 12'si da Koca şəhridə, Koca yəni böyük də, Koca şəhridə Tünkici xanın zamanəsi irdi. Tünganalar xuruc qılıb, tünganalar ehtimalən bir addır. Tünkanalar ya da Tunkanalar xuruc qılıb Kaşqər şəhridəki Tunkanalarga xəbər gəlib Yengi şəhridəki Tüngici xanın leşkeri Kaşqərdəki Tünganalarını altırıb atqandın süpüngərəni ki çıqarğa tabi Hisarğa tabi Akturkanın Tünkici xanğa Qaraydurğan Qıpçaq sədiklik dikan
tit naymaq, tit nayman gibi. Görürsünüz ki bu ləhcə məncə elə gedir o şey yenə də Üzbəkistan, Qırğızistan o tərəflərin ləhcəsinə gedir. Cığatay olacaq məncə, amma əcəba bundan bir əks salsam, versəm oxuya bilərmi? Onu bir şey eləyək da, bir nə deyirlər, bir imtahan eləyək, görək ki, bunu oxuya bilir yoxsa yox. Əgər oxuya bilsə çox yaxşı olar. Bir səfəsini buradan verək, oxusun, görək ki, oxuya bilir ya yox. Tamam, indi bu da geçsin yerinə. Gələk buradan görək ki, əcəba bunu bizə oxuya bilir ya yox. Upload oldu. Görək ki, bunu bizə oxuya biləcək ya yox. خلاصه این متن جغت‌های خالص نیست، بلکه ترکی اسلامی متأخر است با این ویژگی‌ها: نحو و فعل‌ها ترکی، واژگان انتزاعی و دینی فارسی عربی، رسم‌الخط عثمانی جغتای مانند. نزدیکتر است به ترکی اویغوری قدیم یا ترکی ماورالنهر پساجغتای صداهای 9 تا 11. Əlbəttə tarixi düz dedi. Çünki tarix 1282 olanda indi də əlbəttə bilmirəm ki, bu tarix Şəvval dedi. Şəvval dedi üçün miladi deyil, şeydir. İndi 1447-ci il deyək. Bundan çıxaq 1282 168 il öncə buradan danışır. Amma burada indi 168 il öncə yazılmış görünür. Məsələ budur ki, indi biz burada əgər bu şeyləri, adları versək, bu adlarla da tarixi bizə bəlkə verə bilər. Çünki burada əslində bir tarixdən danışır. Görək ki, məsələn, ساخت‌های فارسیوار کمترند. چرا جغت‌های کلاسیک نیست؟ در جغت‌های کلاسیک مثل علیشیر، نوایی، افعال معمولا کوتاه‌تر و صرف‌ها مشخص‌ترند. ساخت‌های فارسیوار کمترند، اما در این متن می‌بینیم سبب، حکمت، عالم، قضا، طالب، طریقت، معرفت kamilə farsi ərəbi. Farsını bilmirəm niyə gətirir bu. Heç birisi bunların farsı deyil, amma çünki suallara farsı cavab verir, gedir oradan gətirir. Saxthay tul, mən buna bir dəfə burada yenə də etiraz edeyim ki, چرا به جای تکیه بر ترکی یا عربی بودن متون بر زبان فارسی با زبان فارسی جواب داده و همه چیز را به زبان فارسی میبندی. Belə bir şey yazaq, görək şey nədir, amma gedək üstündə onu oxuyaq. deyir ki اما چرا ریشه جغتای دارد؟ این نشانه ها بسیار مهمند. افعال ترکی با پسوند دی، در، میش، ترتیب جمله فعل در پایان، واژه های مثل اولدی، بولدی، ایچون، کیم، ترور، درور، اینها دقیقاً از سنت جغتای می آید، ولی زبان از آن عبور کرده. درباره عبارت مورد سوال تو، آنچه تو فادا شاهی بزرگخان ترومدین خوانده بودی در واقع چند واژه به اشتباه جدا یا خوانده شده. احتمالاً چیزی شبیه فدا شاهی بزرگخان توردین یا فدا شاهی بزرگخان توردین که تور فعل یا قید است، نه اسم
خاص یعنی نام شخص تاریخی مشخص نیست. جمع‌بندی جغتای هست، خالص نه. ریشه جغتای دارد، بله. عثمانی است، نه. Türkiye İslami Maveranəh besiyor möhtəməl. Sədə təqribi 9 ilə 11-ci əsrlər Hicri qəməri. Tamam, bunları ötürək. چرا من به فارسی توضیح دادم؟ به دو دلیل علمی نه ایدئولوژیک. زبان پرسش تو فارسی است. من ترکی yazmamışam ki. Farsi yazmamışam ki. Çığatay Türkçesi ola bilərmi? چرا به زبان فارسی میبندی؟ به فارسی معیار با چاشنی ترکی مطرح کردی. قاعده علمی زبانی این است که تحلیل فرادست متا آنالیز به زبان پرسش دهنده داده شود، نه الزاما به زبان متن. تحلیل زبان نوشتن به همان زبان. وقتی میگیم این متن ترکی است و orijinal فارسی عربی. Tamam, çedaq bunlardan da qırava. Hər halda o kitabın mətni oxuya bilmədi. Ay, əcəba. Şəkildəki yazını oxuya bilər misin? گنه götürdü. گنه elə ucuzsa cavab yazır. بله تا حد زیادی میتوانم بخونم، هرچند به خاطر کیفیت تصویر و فرسودگی نسخه بعضی واژه‌ها با حدس علمی خوانده میشود. در زیر خوانش ترانسکریپسیون را به ترکی نزدیک به اصل میدهم و جاهای مشکوک را با علامت سوال مشخص میکنم. خارج تقریبا متن xətt به xətt. Əvvəl bənd. İndi mən bunları bu səfəni özüm oxumadığım üçün buranı oxumadığım üçün burada bir şeylər deyir, mən bilməyəcəyəm ki, düz deyir yox. Əvvəl biraz oxuyaq, görək ki, nə olur. Süpüngərəningi Hisarğa tabi Akturiqanın Tükincixan və Qaraydurğan Qıpçaq Sədiklik Qıpçaq Sədikdiqan Tit Nayman Cünbəqıtarlıq Tağ Qırğızlardın Norğun Cirik cəm qılıb Kaşqər şəhrinə Yuzlanqan xəbəri Kaşqarda Şahi Ada Şahi Kaşqər Fada Şahi Qutluk nə mənə buradan oxunur? Müsəlman Cirikidin bir min tiyə 100 hibrik ki Tahirin diqan Bahadurni sipərdar qılıb bu yeri buyurdular Tasiri Bey ya da Tahir Bey atlanıb cığıb necə mənzil yol təyi qılıb Tazğunnin Kübürdügiyə barıb tuşunlar ol tərəfdin Qıpçaq Sədikdiqan Anqılab Qırğız ehtimalən inqilab olacaq məsələn. İnqilab Qırğız dost Baybahadur birlə Narcı Batur Qırğızını baş qılıb 3000 Qırğız Qıpçaq 3000 Qırğız Qıpçaq və Tuğ ələm qutarıtıb Mangdurdi bu Qırğız leşkeri xarac göbrük tələb tüşini irtiyi iki leşker saf tartıp ruberu buldular. Qıpçaq tərəfindən Batura
oynanıb meydanda biraz bu şeydir, yəni ağırdır mənim üçün. Amma gedək görək bu buracan oxuduq. Bu burada bir şey. O səbəblər səbəb oldu ki, taliblərini həqiqətə dəvət qıldı. Ben de devrim. Belə bir şey burada yox idi. Yəni bunu yazdırıqların mən rahat oxuya bilirəm. Yəni əgər belə bir şey olsa, o səbəblər səbəb oldu ki, taliblərini həqiqətə dəvət qıldı. Ben dedim, anlar ki, bir fikir və hikmətdən oldu, bu yol mərifətə doğru. Şeir yazıb əslində. Böyle bir şey mən burada görmürəm. Yəni gedim biraz da oxuyayım, bəlkə o cür bir şeylər görürəm, amma mən gördüyüm o cür bir şey yoxdur. Özündən bunları yazır. O tərəfdən Qıpçaq Sədiq Dikan İnqilab Qırğız dost Baybahadur birlə Narcı Batur Qırğızını baş qılıb 3000 Qırğız Qıpçağa toğ ələm kutartıb Mankudurdi bu Qırğız leşkeri xarac gübrükik telib tılıb ola bilər. Tılıb düşdü, irtesi iki leşker səf tartıb ruberu buldular Qıpçaq tərəfindən. Cetik Batura oynatıp Cetik Batur at oynatıp meydanda mərutlab turdi. Kaşger Ciriki tərəfindən. Çirik aman şeyde Türkçe sözlü oradan gelir. Kaşger Çiriki tərəfindən Gazi Tufbaş ya Tunbaş meydanğa girib ehtimalən bu cəng olacaqdı. İki yerdə buracan görmüşük bunu. Cetik belə deyər. Cetik meydanğa girib çitik sırasını Turti Hetik əlbəttə oxunur. Hitik Batur ad olacaq pəs. Hitik Batur nizəyi götürdü ya yetkürdü Gazi Tubaşı ya da Tunbaşı Gazi Tunbaşı nizəsini rədd qılıb bir oq attı. Hitik ya o adam adı olduğu üçün genə elə burada yazıbdı. Hitik zəxm yiyib meydandın həqqli şülkuni 3 Qırğıza zəxm birdi. Bir Qıpçaqını öldürdü. Andan Narci Batur at oynatıp meydanğa girdi. Bulə tərəf din Tahir. Gördünüz, burada mən oxuduğumu, burada o cür bir şey yoxdur. Batində tələb, zahirdə əməl olmaqlıq şərtidir elm ilə nəsəbdə. Belə bir şey yoxdur. Bu özündən götürübdür, yazıbdır. Zəban cümləha qətən Türki است. Nəhv əf'al cığatay uyğutari است. İndi bunu soruşaq ki, hangi ölkələrdə cığatay danışılır və yazılarda bu yazı ilə yazılır. Görək ki, bunu heç olmasa buna cavab verir ki, Cığatay ləhcəsi Türkçənin sual kamilən dəqiq və tarixidir. Qutlu mərhələ
Qutlu, mərhələ-mərhələ cavab verim. Cığatay türkçəsi hangi ölkələrdə danışılır və yazılırdı? Cığatay türkçəsi Çağatay türkçəsi bir muhavirəlik dil deyildi. Ədəbi rəsmi yazı dili olmuşdur. Məntəqələr Cığatay türkçəsi əsasən bunlarda yazılırdı. Üzbəkistan, Səmərqənd, Buxara, Taşkənd mərkəzli. Qazaxıstan cənubi qismlərində. Türkmenistanın başa-başında. Əfqanistan, Bəlx, Hərat, Məzar Şərif. Şərifin yazmayıb, Məzar. Tacikistanda. Tacikistan mən farsça bilirdim. Orada da deyir ki, bu yazılır. Çin, Sinkiang, Türkistan-ı Şərqi, Kaşqar, Yarkənd. Qırğızistan, Nəvahi Qədimi Fərhəngi. Buralar Maveraünnəhr və Türkistan adı ilə tanınır. Pəs bunlara Maveraünnəhr buralar deyilmişlər. Mən bunu baş tapmırdım. İndi burada bunu öyrəndim ki, nələrə. Hangi dövrlərdə? Qərn 8-9-cu hicridə başlanıbdı. Burada başladı farsı yazmağa. Qərni 9-10 hicridə Dorani Təlayı Əlişir Nəvai deyir. Bunun ən yaxtı zamanıdır. 11-12 Cığatay mütəəxxir, bədən təbdil və Üzbəki və Uyğuri oldu. İndi Üzbəkini də soruşaq, görək ki, nə cür yazılır əslən? Danışıq dili olubmu? Xeyr, mərdumi küçə bazar Cığatay danışmıyordu. Beləsi yazıbdır, mərdum. Burada mərduma bir tik yazıbdır. Türkü Qıpçağı, Qarluqi, Ağuzi danışırdılar. Danışırdilər. Cığatay, divan, ədəb, təsəvvüf, tarixnigari üçün yazı dili idi. Bu yazı xətt. Hangi yerlərdə işlənirdi? Bu mətnidə gördüyün xətt. Əlifbay ərəbi farsi, nüsxə-i xası Cığatay, o xətt ilə yazılırdı. Cığatay, Üzbəki qədim, Uyğuri qədim, Türki təsəvvüfi, bəzi Muğli mətnlər. Üzaf cənnəminə burada bir şeylər yazıbdır. Aha, ehtimalən Üzbək, Afğan, CN nə mənə olar, bilmirəm. Bu da nə mənə, TM də bilmədim. Tamam. Bu mətnin yeri nərə ola bilir? Baxaraq. Səbki təlimi təsəvvüfi, vaciqan müştərək, xət nüsxə. Xeyli ehtimalla. Hərat, Buxara, Səmərqənd ya Kaşqər. Qərn 9-11. Qıssə xülasə sual. Cığatay hangi ölkələrdə? Maveraünnəhr Türkistan. Cavab. Danışıq dili xeyr. Yazı dili bəli. Xətti ərəbi farsi. Varisi Üzbəki Uyğuri. Uyğur türkcəsindən ha belə neydi? Uyğur yazdıq, bir də Üzbək. Üzbək türkcəsindən mənim üçün bir mətin yazar mısın? Bir mətin yazar mısın? Amma bir ədəbi mətin ya da bir hekayə yazar mısın? Görək ki, bu iki dildə ayrı-ayrı bizə bir mətn hərəsindən versə yaxşı olar ki, ondan tanış olaq. Görək ki, nə mənə bir aşağıda iki qıssa ədəbi mətin verirəm. Birincisi Uyğuri türkçəsi, Latin Uyğur. İkincisi Üzbək türkçəsi, Latin. İkisi də mən Latin istəmirəm. Yazım ki, lütfən türkcə, ərəbcə alfabet ilə yaz. Lütfən hər ikisində.
Burada hər ikisini əlavə eləyək. Hər ikisində türkçə ərəb əlifbası yaz. Tamam, beləsə eləyək, onu da qoyaq yazsın. Orada yazmağa məşğul olsun. Biz tamam, o yazmağa məşğul oldu. Biz də gedək kitabımıza bir baxaq. Görək ki, hər halda bu kitabı oxumaq biraz zordur. Ləhcəsinə görə və qələmin yazısına görə, amma oxuya bilirik. Gördüyünüz kimi adları yavaş-yavaş təşxis verməyə başladıq. Ondan sonra savaşı bildik ki, savaş nə cür olur, neyzə ilə filanla savaşdılar, atı bildik. Bunları örgəşirik də. Yəni mən indi bunları örgəşirəm ki, bu nə cür yazdı. Meydanqanı bu belə tərəfdən Tahir bəy meydanğa girib Narci Baturğa neyzə saldı. Şul çaltıda hıdır. Bu Həsən hey yazıb altına da bir dənə yenə o virgül kimi qoyubdu. Aldı. Şul halətdə qırğız leşkeri yekbara at saldı. At saldılar. Tahir bəy Qıpçaq leşkeriyə at saldı. Neçə qırğızlarını öldürdü. Neçəsinə zəxm birdi. Qırğız leşkeri şikəstə yeyib qaca durğan cağda Tahir bəyinin atının burada indi futudur, nutudur, nədir? Bir tüşkünə sığılıb at yığılıb Tahir bəy atının tikidə qaldı. Qırğızlar Tahir bəyini bəndiyə tartıb aldı. Yəni zahirən tutdular bunu, əl-qolunu bağladılar. Tahir bəy atı yıxıldı. Bunu atı tutdular, aldı. Qalqan Kaşqər ciriki qərqəni bərmay Uranşah adud canqalığa tuşdi. Cəngəllik ehtimalən. Cəngəlliğə tuşdi. Qırğızlar Tahir bəyini bağlab Sıdıq bəy ki alıb bardı, bəndə ki saldı, Qutluq hakim Müsəlman cirikni yanın dib çirik yayınıb geldi. Əl-qissə söz ihtimali gerek Qıpçaq Sədiq bəydin. Sədiq bəy burada bir kəlmə yazıb ki, indi onu 20 min cirik birlan atlanıb tabayırının Tahir bəyinin alıb nəqqarəni şadyanəğə çaldırıb karnay tartıb tuğ ələm kutartıb tip tamzuğun tamam. Bu qədər mənə fikir edirəm ki, bu kitabdan yetər. Bir nağıldır tarixə görə. Mən nəzərimə gəlir bu kitabı oxumaq olar. Yəni çox da şey deyil. Amma bir dənə burada dedik ki, indi Üzbəkdən bir şey yazsın. Yazdı, görək nə yazıbdı. Uyğur türkçəsindən bir cümlə. Bədr zamanlarda çöl belən tağ arasında bir kiçik qışlaq var idi. Bu qışlaqda Ataş ismli bir yigit yaşıydı. Öküp söz deməz
Öküb söz deməz. Ökmək, çöpmək bizdə yəni əsəbi olmaq. Öküb söz demək. Bunun küpü dünən oxuduq. Öküb söz deməz. Amma könlü də riya idi. Bir gün ustazının yınğa gəlib dedi. Ustasının yanına gəlib dedi. Ustaz, adam tüzünü qandaq buldu. Burada biraz baş tapmadım. Ustaz, adam özünü qandaq buldu. Özünü qandan tapdı. Ya beləsi qandaq. Bəlkə də zindan. Ustaz Cəlmib cavab verdi. Cəlmib bizdə də işlənirdi bu Qaradağda. Cəld işlənirdi. Cəld ol, cəld cavab ver falan bu işlənirdi. Ustaz Cəlmib cavabın da üstünə 3 nöqtə qoyubdu. Bu ayrı cür hətmən tələffüz olur, amma mən onu yaxşı bilmədiyim üçün ki, nə cür tələffüz olacaqdı, onu bilmirəm, amma bəlkə desək bunu oxuyar. İndi bunu bir yerdən görün bunu oxuyar, bəli. باش usta. Aşağıda her iki metni Türkçe Arapça alfabet ile yazıram. Uygurca ve Uzbekçe edebi tasavvufi اسلوبda. Uygur Türkçesi. Türkçe Arapça bilen kul bir zamanlarda. Çul bilen tağ arasında bir küçük kışlak var idi. Bu kışlakta Ataş isimlik bir git yaşaydı. Ekapsız demiz ama külli derya idi. Bir gün ustazın yanına gelip dedi. Ustaz, Adam uzini kandak bildi. Ustaz Cəlmib cevap verdi. Yulani izla, yulsuni uzogga yetkazır. Ataş ondak bilip teki, haqi bilim kitabta ams kuguldur. Konlardan bir gün o yigit cemlikta pişip, nur bilen toldi. Yani bildiğim kadar ben azdan çoxdan şey bilmem. Uzbek Türkçesi, Türkçe Arapça alfabet. Skudda. Tamam. Mən o qədər ki qulaq asmışam, bunları çox da qulaq asmamışam. Bu düz oxumur. Bu elə özü bir ləhcə oxuyur, o üzbək şey deyil. Yəni bəlkə üzbəki fərqli oxuya bilər. Üzbəkcə qədim zamanda Buxaru etrafında bir düşməndə yaşayan ikan. Ukam gəpirar. Tamam, bunu əslən bilmirəm. Tamam, bu. Tamam. Gedək bir ayrı kitab açaq. Hər halda bu kitabın biraz tarixini bildik. Özü əvvəldə demişdi. Onu bildik. Bildik mövzusu nədir? Savaşlardır. Savaşlarda da gördük ki, xanlar bir-birlərinə savaş elədilər. Ləşkərin də sayını zaten bildik. Üst-üstə mən dastanı, yəni dedim, bunu oxusam bir 5-10 səfəsin, bu kitabı oxuya bilərəm. Yəni biraz o yüz bu yüz bunu oxumaq məncə çətin deyil. Bu gedək təzəşdən yenə downloadumuza görək ki, biz bu kitabı oradan açmışdıq. Əhməd Paşa Divanı, Quran, Tatar, Moğolistan, tamam, bunu açmışdıq. Burada da indi bunun adı nə idi? Bunu yazaq biz burada. Bəlli olsun ki, biz bunu oxuduq. Atalıq. Cığtay Türkçesi. Bir hikaye. Tamam, bunu oxuduq, bunu yazdıq, bunu indi buradan rahatlaşdıq, gəldik, burada bir dənə Qur'ana rast gəldik. Görək ki, bu Qur'an yazıb Uyğur, baxaq görək ki, əgər Uyğur olsa, qabaqdan indirmişdik, bir dənə istəməz ki, onu təzəşdən başlayaq, görək nədir. Bəs bu Qur'an fərqlidir, çünki 172 səhifədə yazılıbdır, indi hətmən Qur'anın bir parçasıdır. Qur'anın təfsirisi durlar.
Bu da Quranın təfsiridir, bəs Quran özü deyil. Bu elə bu əvvəlimci səhifədə o görsən fehrist. Bu təfsir yetə surə 1 ilə tamam buldu. Yetə ehtimalən bu təfsir yetə surə 1 ilə tamam buldu. Neçə danadır? Ehtimalən neçə surə ilə? Əvvəlki Sure-i Yasin 4 ilə 42-ci səhifə arası. İkinci Sure-i Təbarək. Bu da 43 ilə 79-cu səhifədə. Üçüncü Sure-i La Uqsimu 80 ilə 93-cü səhifədə. Dördüncü Sure-i Həl-Əta 94-114-cü səhifədə. Beşinci Sure-i Vəl-Mürselat 115-126-cı səhifədə. Altıncı Sure-i Əmmə 126-148-ci səhifələrdə. Yetəinci Surə və Naz 149-170-ci səhifələrdə bunları təfsir edibdir. Əvvəl kitabın özünə bir baxaq, çox xülasə, sonra gələk görək. Kitab PDF-də də hərəsi bir səhifədə qoyubdur, 172 səhifədə olduğu üçün, əlbəttə burada yazmışdı çox səhifə. Bəli, 172 yazıbdır, orada yazıb 170. Bismillahirrahmanirrahimlə təbiətən başlayacaqdır. Xətti gözəldir, ona tay deyil. O da əlinə yazılmışdı, amma onun mürəkkəbi də, yəni cöhəri də yaxşı deyildi. Yazısı da yaxşı deyildi, qələmi də yaxşı deyildi. Dili də hər halda bir cür yazılmışdı ki, mən savadım çatmırdı oxuya. Mən onun dilinə bir söz deyə bilmərəm. Çünki türkcəni bilmədiyim halda türkcənin bir ayrı ləhcəsində yazılmış ki, mən onu eşitməmişəm də. O haqda ağzımı açıb söz eləmək, özümü, cəhlimi bağırmaqdır. Əlbəttə ki, mən cəhlimi bağırıram ki, cahiləm türkcədə. Bunda söz yoxdur. Amma burada kitab o çürmüşdü, köhnəlmişdi, çürmüşdü, əprimişdi çox yerləri. Amma bu kitaba baxırıq, çox gözəl yazılıbdır. Xəttlərin arasında, sətirlərin arasında aralıq çoxdur. Kəlmələr də bir-birinə yaxındır, amma onu bir-birinin qarnına girməyibdir. Kitab son zamanlarda mənə gəlir yazılıbdır. Çünki kitabın başdan ayağa hər tərəfi yazılıbdır. Orada qıraqlarında biraz yer qoyubdur. Bu nəzərə gələn taza kitab olmalıdır. Mən sürətlə vururam. Bunun ərəbcələrini görürük. Bəzi yerdə Quranı yazıbdır. Ayrı rənginə yazılıbdır. Səslərini də üstünə qoyub. Amma türkcəni bəzən də qırmızı ilə üstünə də xətt çəkibdir ki, onu ayırsın ki, bu Qurandır və sonra da bəzi yerdə görürük qırmızı xətt ilə yazılıbdır. Bu da daha çox şey eləyir. Bu birinci yazı olacaq. Niyə ki, görürük burada məsələn 19-cu səhifədə görürük ki, istehza qıldılar kəlməsinin üstünə xətt çəkibdir. Yəni ki, bu qələtdir. Əlbəttə, indi sonra baxarıq görürük ki, əgər oxusaq nə cürdür. Kitab baxırıq, hər səfənin də başının üstünə nömrə qoyublar. Məsələn, bu 32-ci, 33-cü, 34, 35 görürük ki, bu cür səfə qoyublar. Bu birinci surə quldur. Vallahu ələm bihaqqil cal əlhal. Mənə belə bir şeydir. İkinci surə başladı Bismillahla. Təfsirdir da, bu hər halda bir təfsirdir. Görürük, biraz xətt değişildi. Qabaqcan biraz yoğun yazırdı, indi biraz nazik yazdı. Biraz da xəttin modeli değişdi. Amma hala oxunulabilir bir xətt ilə qarşı-qarşıyıq. Burada da yenə bu qutardı. Bu qutardı o birisi səhifədə Bismillahla başlayır təfsir. Bunu da sürətlə gedik. Bu da qutardı və buradan bu başladı. Amma görək ki, inşallah oraya yetişsin ki, kitabın bir tarix qoysun. Biz biraz ürəyimiz şey olsun. Bu da yenə burada qutardı bu surə. Və bu birisi surə başladı. Murselat 50 ayə. Beləsi görürük və burada da yenə qurtardı. Surə Əl-Nəbə Məkki və hiyə 40 ayə. Bu da 40 ayədən ibarət olan bir surəni göstərdi bizə. Davam edirik bu şəkildə. Kitab aynı vəziyyətdə. Bu da surə burada qutardı. Baxıram ki, hərdən görüm bəlkə bir tarix gözüm görər, amma görmürəm. Burada bir dənə də şeir yazıbdı. Burada bir tarix yazıbdı.
Calibdir. 1347-də Təfsir Quran bu birinci kitab olsa, bu da ikinci kitab olsa, Təfsir Quran tarixi yazsaq, səneyi 1347 Mahi Zülhəccənin 29-u. Zilhəccənin 29-u miladinin 1929 miladi. Özü ilə yazıb miladi 1929-cu ili Ərenci ayının 7-də 6-cı olacaqdır. 6-cı ayının 7-sində. Tamam, bunu tarixi də belə yazıbdır özü burada. Çünki kitabın sonudur. Və sonda da 2 səhifə ağdır. Vəssalam. Qeydruq kitabın əvvəlinə görək ki, kitabın əvvəlində nə oxuya bildik? Bu kitab taza bir kitabdır. 929, yəni hududən 94 il bundan, 96 il bundan öncənin kitabı olacaqdır. İndi 2026-ya girmişik. Bundan çıxsaq 1929-u çıxsaq 97 il bundan, 96 il bundan öncə, çünki hələ taza ilə bu yerdə taza keçmişik. 6 ay sonra bu 97 il öncə yazılmış bir təfsir ilə qarşı-qarşıya çıxırıq. Dedim, kitabın üzünə baxanda bəlli olurdu ki, bu taza bir zamanda yazılıbdır. Fehristi görmüşdük. Mən normalda bu kitablar ki, taza yazılıblar, bunları oxumuram. Çünki bunlar 200 ildən bu yüzə yaxına yazılan kitablar. Normalda batılıların ya o zəfər qazanmış ordusəl öldürmüş, bizi öldürmüş və beynimizi əllərinə almışların fikri ilə yazılan kitabları, bunlar yazılan kitablardır. Yəni taza yazılan kitablar fərq eləməz, əllə yazılsın, şeylə yazılsın. Bunlar onların ideolojisinin, onların sültəsinin, onların baskısının, onların kölgəsi altında yazılan kitablardır ki, mühəndisi cəhlin bir parçasıdır. Sadəcə buna görə ki, görək bu kitab hangi dildə yazılıbdır, Qurana nə cür baxıbdır, ona oradan buradan 1-2 səhifə oxuyacağam, görək ki, nə olur. Bismillahirrahmanirrahim. Ləkəl həmdü ya mən biyədihil mülkü və huvə alə kulli şeyin qədir və səlatu və səlam alə seyyidina Muhammedin siracil munir və alə. Məsələn, bu muniri 3-4 dana da izafi dəndə qoyubdur. Mən munir, gərək bunu oxuyam, münsir oxuyam görək əslində. Amma münsir çünki bilmədiğin siracı münir düzdür. Çünki çırağı ki, işıq verir düzdür. Münsir ayrı bir mənada. Və əla alihi və əshabihi və tabiihi əcməin və əla cəmil ənbiyai və mürsəlin və əla mələikətihil müqərribin və əla ibadikəl salihin və əla əhlil taətikə əcməin və bəd. Mərufdur ki, padişahlar rəiyyələrə, padişahlar cəlibdir. Bunu mən görürdüm o birisi kitabda şimdi qoyduq kənara. Görürdüm ki, bu şahın heyin əlifin üstündə qoyur. Şah, o A ki vardı ikinci şahın, o onun başında qoyur. Qalanların, məsələn, misir yazar şahlar, şahın üstünə qoyur, aşağıda tazaşın bir ayrı hey yazır, oradan şahlar yazır. Bunu mən deyirdim, qələt yazır, amma burada da görürüm ki, aynı işi görürüm. Məsələn, şahlar deyə padişahlar. Şahın hey aparıbdır, hın əlifin üstündə, amma yarı hey, eyni dalı ilə bir tərsi yazıbdır. Onun üçün hey məsələn 5 kimi yazsaq deyək, onu dal kimi yazıbdır, amma tərsə yazıb. Yəni tərsə beləsi yazıbdır. Sonra lar, bir də mərufdur ki, padişahlar rəiyyətlərə bir xas mücrimlərdin namə dəstək, mücrimlərdin namə dəstək yabardılar. Dəstək himayət, dəst sözündən düzəlir. Bu da gedib Farsiyə yəni dəst olub da. Ondan sonra da bir ayrı bir şey ondan düzəlmir. Amma bizdə dəstək var.
namə dəstək yabardılar. Ta inki məzmuniğə baxıb xidmətkarlıq şərtin beca qatur kaylar beca gətirmək katurkaylar və bu məsələlik Xudavənd aləm asman zeminin padişahidir. Peyğəmbər əleyhissalatu vesselam din namə yıbarıb durlar. Kur'an atlıq. İndi burada atlığı o təsvəli teyini yazanda at şeyi adına olurdu, heyvan adına olurdu. Amma burada iki nöqtəli yazıbdı. Kur'an atlıq ta kim anın mənisidin ana bulub və anın məzmuniğə baxıb qulluq qılmaq təriqəsin andın təlim alğaylar. Rast yoldun qələt yolğa girməkaylar. Anın hekmiğə etiqad qılıb rəhmət inayətğə olan qaylar. Və bu vəçidin qəşəng yazılıbdır, qəşəng də oxumaq olur. Çünki kəlmələr indi kamil görsənir, adam biraz bunu oxuya bilir. Ləhcə tanış deyil, onu da adam biraz oxusa, fikirəm 2-3 dənə kitab oxusa, ləhcə ilə də yol gələr. Və bu xəbərdin küp, indi bu küp yazıbdır, o birisi kitablarda, burada 2 kitabda küp, p ilə oxumuşduq, burada b ilə küp. Küp külli yerinə işlənir hamısında. Küp üləmalar Qur'anın mənisidə təftiş və təhqiqini kəmalğa yetiriblər. Həman yetiriblər durlar. Besyar müfessirlər kim bəzəni ərəbi və bəzəni farsi tərtib biribdurlar. Biribdurlar, yəni tərtib ediblər, biribdurlar. Ta həmələrğə andın, həmələrğə hamılar. Ta həmələrğə andın faidə bulğay və rahiraz tapalar. Və rahiraz tapqaylar bilmək gərək bilmək həman. Bilmək gərək kim? Həzrəti Resul-i Əkrəm sallallahu aleyhi və səlləmni kafirlər şair dediyi, yəni Həzrət Peyğəmbərni, yəni Peyğəmbərə kafirlər şair dedi. Şair deyiblər ona. Qur'anı şeir deyib inkar qıldı. Kafirlər dedilər Qur'an şeiridir, onu inkar elədilər. Həzrət Resul sallallahu aleyhi və səlləmnin mübarək xatırları xutur buldu. Görürsünüz burada vəhyə nə deyir? Vəhyi o şəkildə ki biz düşünür, o cür düşünmür. Deyir ki xatirləri, bir də bunu oxuyayım. Həzrəti Resul sallallahu aleyhi və səlləmnin mübarək xatırları xutur buldu. Xutur buldu, yəni xatirindən bir şey geçdi. Xutur buldu, xatir, xutur. İkisi də birdir. Ehtimalən xətər sözündən də gəlir. Bunu dedim, görüm ki o cürsü deyə yox. Rabit, beləsi yazaq. Xatir, xutur və xətərin aralarında kök birliyi varsa necə bir birlikdir. Gene görürsünüz, getdi sual xeyli dəqiq o rişəşinasanədir. Bəli, xatir, xutur və xətər arasında kere xətər müştərəkliyi var. Bu ittifaqı deyil. Aşağıda mərhələ açıqlayıram. Kök, rişə müştərək xətər. در عربی ریشه خطر اصلا به معنی چیزی که نه جهان به ذهن یا جان میگذرد عبور میکند. خطرین اصلسی پس بوده چی خطر نه deməkdir zehnə
sürətlə gələn bir şey. چیزی که ناگهان به ذهن یا can میگذرد. O şey ki canımızdan ya beynimizə birdən gəlir, keçir, ona deyirik xətər. İndi bunu necə eləyəcəyik? Məsələn, معنی هر کلمه و پیوند. خطر معنی اصلی امکان آسیب، چیزی که ناگهان پیش می آید، چون خطر معمولا پیش بینی نشده است به جان می گذرد. خطور فعل خطر یخترو، خطر یخترودان gəlir به معنی به ذهن خطور کردن، ناگهان پدید آمدن. مثال خطر ببالی امرو، چیزی ناگهان به ذهنم آمد. خطر ببالی امرون. خاطر اسم فاعل از همان ریشه، معنی آنچه محل خطوره است، از جایی است که اندیشه ها میگذرند. بعدن دل، ذهن، بعدن bu anlamda işlenen دل، ذهن، وجدان. یک تصویر ذهنی مشترک. ریشه خطر یک تصویر میسازد، چیزی که ناگهان می آید، میگذرد و اثر میگذارد. اگر به ذهن بیاید خطور، اگر جای ماندنش باشد خاطر، اگر پیامد آسیبزایش باشد خطر. در متون تصوف خیلی مهم، در تصوف اسلامی خواطر اندیشه هایی که ناگهان به دل می افتند. 4 نوع خاطر: رحمانی، ملکی، نفسانی، ملکی، رحمانی، ملکی، نفسانی، شیطانی. اینجا خطر هم به معنی اندیشه خطرناک برای سلوک. Tamam. Bunu daha bildik, daha bu daha beləsi bir şey. Xatiri. Pəs görürsünüz ki, burada deyir ki, yəni burada işarə belə olur ki, vəhy deyil bu. Əlbəttə burada ha. Deyir ki, olar ki belədir. Əlbəttə bilirik ki, Quranda vəhyidən söz gedir, amma burada o deyil. Burada deyir ki, Hazreti Resul sallallahu aleyhi ve sellem'nin mübarek xatırları xutur buldu. Haqqı Teala Hazreti Resul aleyhissalatu vesselam'ın gönlülərına təsəlli vermək üçün, təsəlli vermək üçün adam bunu oxuyanda, yaxşı yazılanda şey olur. Kəlimələrin türk dilinin kökün bir-biri ilə ilgisini tapır. Yəni məsələn bu da cığataydı. Bundan da bir əks alaq. Görək ki, əcəba bunu oxuya bilir ya yox. Yəni bunu çox göylüm istir ki, mən bu şeyi biraz imtahan eləyim, görüm ki tamam. Bunu əgər əksini salım, verim görüm bunu oxuya bilir. Çünki mən bunu rahat oxudum. Hətta nə deyirlər? Belə şək eləmədim bunun oxumağında. Amma buna görə ki, bunu da oxuya bilsin, mən bunu gərək əvvəl bir edit eləyən bir saf səhifə çıxadan bundan ki, eləyə bilsin, oxusun və deməsin ki, pak deyil, nə bilim, yekədir, filandır, kiçikdir. Onları deməsin deyə belə bir iş gördük. İndi buradan gələk, görək ki, bizə deyir ki, şeyin qutarıbdır. Nədir onun adı? Mən nə işlətdim ki, nə yatdıq, nə yuxu görək ki. Bir dənə bir şey soruşmuş. Get plus for more update. Tamam, bu da deyir ki, plus alcının pul vericindən ta eləyə bilək sənə bir şey deyək. Bizdə şey, kasıb babanın biri, bu da istəmirik ki, pul verək. Belə orası da var. Hər halda bunu istirdim görsəsin. Görüm o çayınızda Çinlilərin dip şeyi var bir dana. Dipsik. Dipsik burada gəldi. Görək ki, tamam, buradan. Tamam, buradandır. Bunu görək, bu eləyə bilir oxuya. Əgər bu bəlkə oxuya bilər, çünki Çinlilər bu Uyğurların dilinin üstündə azdan çoxdan da olmuş olsa işləyə bilər. این تصویر به زبان فارسی است و به نظر فارسی deyil اصلا، اما متن آن دارای اشکالات نگارشی و ساختاری و درک کامل آن دشوار است. درس تحمل به ترجمه توضیح بخش‌های مختصر. Görün. Onun için mənə yazar
mısın? Ay olmadı. Bunu buradan değiştireyim. Onun için mənə eynən yazar mısın? Görüm onu mənə yaza bilir. من متصل نمیتونم آنچه را در تصویر است ببینم یا محتوای تصویر را بخوانم. اگر میخواهید در مورد متن یا اطلاعاتی که در تصویر وجود دارد کمک کنم لطفا آن را به صورت نوشتاری در اینجا وارد کنید تا dedim ki yazdı adamın nə mənə deyəcəydim ki mən. Tamam bu Çinlilərinci heç bir iş görmədi. Tamam bu qalsın bir ayrı gün buna baxarıq görürük şeyi nə deyir. Gedək kitabımıza. Tamam gəldik bura görək ki bu səfəni fikirlərim ki biraz oxuduq. Əvvəlimci bəbi ikinci səhifə idi ki, dedi Həzrət Rəsula belə gəldi. Dedi ki Həzrət Rəsul sallallahu aleyhi və səlləmnin mübarək xatırları xutur buldu. Haqqı Teala Həzrət Rəsul aleyhissalatu və səlamın göngülərə təsəlli bırmaq üçün Surə-i Yasinni yıbardı, gətirdi, verdi və anda Seyyid-i Aləm sallallahu aleyhi və səlləmnin sifatlarını bəyan qıldı və Qur'anın vəsfini kafirlərə siyasət üçün əhval-i qiyamətini təmsil belə təqrir qıldı. Təmsil billə təşdid qoyub üstünə. Əhval-i qiyamətini təmsil billə təqrir qıldı. Və billahil ismətu və tövfiq. İsmət burada çox iş yərdir. İsmət yəni günahdan uzaq olmaq. İstir deyək ki, mən iştibah eləyə bilirəm. O şey ki, iştibah eləməz Allahdır. Amma tövfiq istir. Bismillahirrahmanirrahim. Yasin vəl Qur'anil həkim. İnnəkə ləminəl mursəlin ələ siratin müstəqim. Yəni, ey Seyyid-i Aləm sallallahu aleyhi və səlləm, qəsəm yad qılır mən Qur'an kim haqq-ni batildin ayırıb hükmü qılır qılğıcı hükm qılğıcıdır. Yolni dini İslamni bəyan qılğalı ibarkan elərkən, qılğalı ibarkan bəlavuçlardınsın və şair imazsın. Bu bəlavuç nə deməkdir bilmirəm, amma görürük ki, bəlavuçlardınsın. Belə yazsam, Bəlavuç deyil, nə deyil? Bəlavuçlardınsın. Bəlavuçlardınsın. Bunu belə siləyək. Nə? Nə? Olmadı. Deməkdir. Ərəbcədir bu, deyirəm axı. Əslən bu səfər də qoymur bir şey yazıq göndərək. Tamam. Yəni deyir ki, həttəmən gərək pul gərək verəsən. Ondan sonra. İslamni bəyan qılğalı ibqar kön bilavuçlardınsın və şair imazsın.
Bu Kur'an'ın sözümdür. Şuara ırmaz. Bu Kur'an'ın sözümdür. Şuara yırmaz. Tenzilül azizil rahim litunzire kavmen ma unzire abauhum fehum gafilun. Yani Kur'an o padişah qadir ibarkan namedir. Galip ve kudretlikdir kim düşmanlarga ve nafermanlarga gehr kılıp intikam kılır ve ferman berdar müselmanlarga mehribandır kim rahmet ve inayet kılıp ve serferaz kılır. Ey Muhammed sallallahu aleyhi ve sellem, Kur'an yibardı Hudayi Teala ta kim ata babasıdın biri bu demge gafil qalğan rast yolunu tapmağan ve gümrahlıkta sergerdan bulğan ve menin azabım ve gehrimden hiç kim haber vermağan taifelarnısın menin gehrimdin korkutup rast yolga gir göz gaysın. Rast yolga gir göz gaysın. Lekad hakkal kavlu ala ekserihim fehum la yu'minun. Yani hak rastdır kim bu kafirlerinin ekseri iman getirmegaylar ve İslam'a akide kılmaygan gaylar. Bular hakkı da ol söz rastdır kim men duzakni kafirler ve şeytanlar birle tuşgar vermen inna cealna fi a'naqihim a'lalan fehiye ilal azgani fehum mukmihun ve cealna min beyne eydihim sedden ev min halfihim sedden feahşeynahum fehum la yubsirun. Yani her ayine men bularının bu boynuğa gul zincir salır min. Kıyamet günü mundağ harlık, zarlık birle azab ukubet kılır men. Ya İğayımız kim? Bu kafirlerin inkaki takıştırıp gul zincir salganlardın dik. Cehalet ve zelalet gulları hiç taraftan burada gul zincir o gulu zincir ki işlenir Fars'ta o gullar. Cehalet ve zelalet gulları hiç taraftan rastlığa hak işığa yüzlangalı koymazdır. Huda ve Resulünün sözünü ve ahkam-ı şeriatini rast bilmaydurlar. Güya kim argasıda hem bir sendi yani bendi ve mani'i bir sendi değilmiş, teşditli. Huda ve Resulünün sözünü ve ahkam-ı şeriatini rast bilmaydurlar. Güya kim argasıda hem bir seddi yani bendi ve mani'i ve akida hem valida ihtimalen ve valida mani'i valida hem pes bunlar ni perde birle yapıp durur hergiz hak yolunu görmezler yani. Hak yolunu görmaydır. Kültür ve badur. İhtimalen kültür olmuyor. Böyle soxunacaqdır. Görmaydır, götürüp, özür istəyirəm, düzdür. Hergiz hak yolunu görmaydır. Götürüp durlar kim? Ebu Cehl kısm yad kıldığım eğer peygamberini namazda görse mübarek başlarını yargay bir gün an Hazret yargay bir gün Hazret
namazını bir gün an Hazret ni namazda örüp bir taş kurtarıp geldi ve yoluk yetti. Bu yoluk yetti irse taşını salgay golunu kurtardı. Taş goluğa tutaştı ve golü boynuna yamlaştı ve hiç vece birle golunu boynundan alamadı ve hem taşını ecra talmadı ta kim öz qavmi tələb hazar məşəqqətlər birlə icrati bu vaqiəni gəlib cemaəsinə idi. Beni mahrum taifesinden Beni mühterim taifesinden yine bir kafir idi. Ben barıp taş birle Hazreti Muhammed'ni öltür edip yakin geldi. İrse gözü qarağı buldu. Tamam, buradan da bu yüzden gedir. Məncə əgər belə yazılsa çox rahat oxumaq olar. Gedək bundan bir ayrı surədən, kiçik surələrdən birinə də görə bilsək. Buradan bu yüzden hangisi olsa onu da oxuyaq. Deyirəm ki 1 saat yarımı doldurmuşuq buradan. 1 saat 22 dəqiqə. Görək ki burada bir tane de şiir yazıbdı. Görək ki bu hangi surədir. Əgər eləyə bilsəm bunu biraz görsəm yaxşı olar. Çünki bu şiiri də istəyirəm oxuyam, amma tamam, hər hangisi olur olsun. Şiir olan yerə bir baxaq. Biraz üstdən oxuyaq, gələk oranı oxuyaq. Bu şiiri istəyirəm görüm ki hangi dildə yazıbdı, nədir. Ayə belədir: və minəl-leyli fəscudu lehu və sabbihhu leylən təvila. Bəzi gecelərdən pəs səcdə qıl pərverdigarınğa. Yəni namazı şam namazı xuftən ni otaqıl pak birlə yad qılğıl ani uzun gecələrdə ibadət qılğıl gecələri namaz qılğıl yinling billə təsbihin təhlil itqıl. İnnə haulayi yuhibbunəl acilətə və yəzərunə vəraəhum yevmən təqlimən belə bir şey. Burada yaxşı yazılmayıbdır. Təqilən. Tamam, gəlib qıraqda onu düzəldibdir. Ve dürüstü ki onlar kafirler dost tutardurlar. Dünyanı 100.000 iztirablar birle otnazadur. Ömrünün hübb cüydanına goyda ancıl samanlık gamini ançıyarlar. Haddi hesabı yoktur ki 100 hissenin bir hissesi ahiretinin gamini yemezler. Ama müminlerge hem dünya gami bulgay hem ahiret gami bulgay. Dünyanın tedbirini bir kadri hal kılır. Amma aşıqlar dost qəmindən özgə qəmini yemazlar. Çox gözəl şey. Özgə qərsə birlə həm işləri bulmaz. Şeir. Aşık gəz eşq rəhman durgut. Aşık kəz eşq rəhman durgut. Sad eden pişeş
نیز روی تود. ملک دنیا تن پرستان را حلال، ما غلام عشق ملکی لایزال. ما غلام عشق ملکی لایزال، بهشت جنت کردر آرام در نظر. بهشت جنت کردرارم در نظر. در کنم خدمت من از خوفی سقر. مؤمنین باشیم سلامت جوی من، زان که این پردو بود حزی بدن. Yani Farsıdır, o zamanın Farsısıdır. İndi diqqət buyurun, əgər Farsı o zaman belə bir şeymiş, indiki Firdevsi necür yazılmış? Əlbəttə bu da çox qədimi kitab deyil. 1292, 90 neçə il bundan qabağın sözüdür, 97-96 il bundan sözüdür. Necür o zaman belə ola bilər? Özdə o məntəqədən gəlib də, yəni Farsı da türklər orada yaradıblar. Tamam, gedək bu kitabın axir səhifəsindən də biraz oxuyaq və görək. Buradan 169-cu səhifəni bir dənə də qabaqdan gedək, 2 səhifə oxuyaq. Məsnəvi deyə bir şey yazıbdı, amma 3 nöqtəli sindən yazmayıb, belə şeylə yazıbdı. Hiç enguri diger gure نشد. هیچ انگوری دیگر غوره نشد. هیچ میوه پخته با کوره نشد. ایتم ای بزرگوار. ایتم ای بزرگوار. ol qism hava و həvəstin xilas bulğan kişini tapılmasa, qaydaq qılsa bulur. İkan dedim, cavab itti. Cavab ittilar ki, andaq müyəssər bulmasa, hər namazdin kin bu istiğfarni 20 məratibə bexanet. Estağfirullahullezî la ilahe illa huvel hayyul qayyum və atubu ileyhi. Bu istiğfar birlə sənin güngülün qa olturkan zəng pak bulur. Seyyi'ten launun anis-saati eyyâne ra'suha. Elə belə bir şey. Ey Muhammed, kafirlər səndən sorsalar kim qiyamət qaçan bulur? Feyem ente min zikriha. Pes sen kıyametinin geçen bulurin ila rabbike muntehaha. Yani senin Hudayinge Tururanın payani. Tururanın payani ve intihası geçen buluri. Ani özü bilur, ani özü din. Özga hiç kimse bilmez. İnnemâ ente. Burada biraz boş yer koyup bir şey yadından çıktı. Men yaxşaha. Ey Muhammed'sin xalqini kıyamettin. Korkutkuçisin. Ey Muhammed'sin xalqani kıyamettin korkutucusisin. 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 Gelinin bilmez. Gelinin yani gelmesin bilmezsin. Gelinin bilmezsin ki geçen ama sen korkutursun. Hudanın bilgüçisi durursun. Bilgisi, Allah'ın bilgisi durursun. Hudanın bilgüçü durursun. Halka pend nasihat berip yaman eriştin. Yandırıp tövbe kıldırınçisin. Keennehum yevmen yeravneha. Güya ki olar ki
görərlər qiyamət gününü. Ləm yəlbəsu, yəni heç nəmərsəkə, heç qərsəkə görğasın gözlər görünmasın. Yəni ki, yəni heç qərsə, nəmərsə, belə bir şeydir. Bunu kamil oxuya bilmirəm. Heç qərsə gördüğas gözlər yana min yıllık elmləri illa eşyeten lauzeyhaha, məgər bir akşam çi ya beraber telik daki çi zahir bulur. Cem'i kürkan uzun ömürlerinin ehvali mundlaq turur. Kıyametinin uzunluğunu görganda azablarını, mihnet, meşakkatlerini tartaganda bu alemde görkan uzun ömürleri feramuş bulur. Gılgan, eyş, işret ve rahat, feragatlar unutulur. Xudaya Xudavənd bizini gaflet uygusidin bidar gılgıl ve xatmi karinizi bi xeyri xubi gılgıl. Ya ilahi al-alemin bi fazlike ve hürmekke ya erhamer rahimin. Amin. Tarixi gene oxuyaq. Səniyyə 1347 Mahi Zilhəcce'nin 29'da tamam. Miladinin 1929 yılı 6. ayının 7'side. Kitap birləşik qutardı. Bu Türkçe, yəni bu Cığatay Türkçəsidir, ya Üzbək Türkçəsidir, ya Uyğur Türkçəsidir. Bu məncə çox rahatdır. Əgər bu yazılsa, adam bunu oxuyanda Türkçənin də bizim Azərbaycan və Türkiyə Türkçəsinin onlarla olan ilgisinin sözlərinin kökünü orada bilir adam ki, bu sözün kökü odur. Hər halda belə bir vəziyyət mənə burada hasil oldu. Bilmirəm ki, sizlərə də bu hasil ola bilir ya yox. O videonu gördüm, şəhərlərdə indi etirazlar gedirlər. Ölənlər var, çox ölənlər vardı. Allah hamısını rəhmət eləsin. Allah günahlarını əfv eləsin. Amma azadlığın yolunda ölüm şərtidir. Vətəni də vətən eləyən qandır. Əgər vətənə qan verməsən, vətən olmur, torpaq olur. Və torpağı rahatca alıb satmaq olur bicanələrinə. Amma əgər torpağın üstündə qan tökülürsə və azadlıq üçün qan tökülürsə, o azadlıq qorunar. O azadlıq qorunar. Əgər müftə ələ gəlsə, o azadlıq qorunmaz. Bizim İran adlanan yerdə neçə dana çox məsələmiz, böyük məsələlərimiz var. Bunda onlardan ikisi çox əhəmiyyətli mənim üçün. Biri vətən məsələsidir. Biz keçən yüzildə işğala uğramışıq. Yəni işğal olmuşuq. Əvvəl torpaqlarımız işğal oldu, sonra qətliam olduğu üçün, öldürdükləri üçün, asdıqları, kəsdikləri üçün təslim olmuşuq. Ruhən təslim olmuşuq. Beynimizi təslim eləmişik və onlar yazılarla, kitablarla, müəllimlərlə, danışqahla, iş yerində, pulla, güclə, caizə ilə, tənbih ilə, zindanla, şikəncə ilə, məhkəmə ilə, filanla bizləri özlərinə tabi eləyiblər. Beynimizi cəhalətlə doldurublar, özümüzü inkar eləmişik, vətənimizi inkar eləmişik, İran adında bir şeyə inanmışıq və ona gedib can da vermişik əlbəttə. Qan da vermişik. Onun üçün bəziləri İrandan hələ qırıla bilmirlər. Çünki ora qan verib dedələrimiz, ora can verib dedələrimiz
Hətta İran-İraq savaşında belə sonda orada can verilibdi. İnsanlar onlar min, yüzlər min adam gedibdi orada can veribdi, qan veribdi, yarım əlil olubdu, qeydib gəlibdi evə. Biri vətən məsələsidir, biri də dövlət məsələsidir. Bizim keçən 100 ildən öncə, 100 il də deyil də, yəni 99-da kodit olubdu, 104-də Rıza Şah eləyiblər. İndi 100 il, yəni bu günlər ki, əlin danışıram, 100 il. 100 il öncə bizim dövlətimizi əlimizdən alıblar. Bizə bir xarici dövlət, xarici işğalçı dövlət bizə dövlət təyin edibdi. Bizim dövlətimizi yıxıbdı, bizə dövlət qoyublar başımızın üstünə ki, bizim beynimizi dəyişdirsinlər. Niyə? Çünki bu torpaqlarda, Türk torpaqlarında Osmanlı olsun ya Azərbaycandakı Osmanlının bir parçası idi. Bunlar olsun. Bunlarda çox qəni yeraltı qaynaqlar, yerüstü qaynaqlar var idi. Bunları adamları cahil eləsələr, çox rahatca bunlar apara bilərlər, istifadə edirlər. Bunu işte gördülər, sonra da böldülər. Belə getdilər. Biz çox çalışdıq. Məşrutədən bu üzə ki, məşrutəni yenə bizim şahlarımız veriblər. Yoxsa bəzən deyirlər ingilislər veriblər, falanlar deyib, bu cür deyil. Çünki məşrutə belə deyib, gediblər İngilistan səfarətinə gəl, nahar yeyiblər, nə bilim, şam yeyiblər. O əslən mənim nəzərimə yenə doğru deyil. Çünki axı oradan əgər yeyiblər, gərək bunlara deyirlər, İngilistanın məşrutəsi var, məşrutə budur, odur, belədir, elədir. Bunlar oradan çıxıblar, məşrutə istəməyiblər ki. Bunlar deyiblər ki, ədalətxana istəyirik. Şah gəlib də ədalətxananın yanında Müzəffəreddin Şah məclisi məşvərəti veribdi. Məşrutə adı yoxdur o namədə. Və hətta o qanun ki yazılıbdı, Müzəffəreddin Şahın ömrü o neçə gün ki diri qalıbdı ondan sonra, o dövrdə, orada da məşrutə sözü yoxdur. Birinci adam üçün məşrutəni ədəbiyyatda o işlədibdi. Yəni, Qacar dövrünün ədəbiyyatında rəsmi adam, siyasi adamla danışırıq, dövlət adamla danışırıq. Məhəmməd Əli Şahdır. Məhəmməd Əli Şahdır ki, Təbrizdə vəliəhdidir. Bu adam deyirlər ki, Təbrizdə müstəbbid idi, asırdı, kəsirdi, filan idi. Ağa, bu adama o qət yalan deyirlər ki, özləri də yazırlar, bu adamın pulu yox idi. Müzəffəreddin Şah öləndən sonra bu adamın pulu yox idi dura gələ Tehrana. Tehrana gəlmək üçün neçə ay dözdü, axirdə də nənəsi getdi bazardan, oradan buradan pul borc elədi, gətirdi oğul, get tacıvı qoy da Tehranda. Belə bir şah, bu şah, yəni Məhəmməd Əli Şah bu vəziyyətdə gəlibdi Tehrana, əgər müstəbbid olsaydı, bazar Təbrizdən 10 dana, 20 dana taciri, 50 dana, 100 dana taciri çağırardı ora, deyərdi, hərəs 1000 tümən, 10.000 tümən verəcəksin, mən gedəcəm orada şahlıq eləyəm, puluzu da qeytərəm, ya qeytərmərəm. Hamı da verərdi, əgər müstəbbid olsaydı, adamı deyərdi ki, birini öldürərdi, o birisilər hamısı canlısını qorxudan, tamam malın verərdi. Belə bir şey yoxdur. O, hələ o zaman ki, Müzəffəreddin Şah diridir, bir namə yazır, orada deyir ki, məşrutə. Məşrutə sözün birinci dəfə bu işlədir, sonra bu geçir, bunun dövrəsində geçir məclisə, vəli amma düşmənlər gətirirlər məclisdə o nümayəndələr gəliblər məclisə, özəlliklə də çoxu Tehrandan deyilən yerdən və çoxu da Framasondur. Bunlar gəlirlər şəhərləri, yolları bağlılar, qərb-qarətə gedirlər, Tehranda səngər bağlılar, məclisin dövrəsində səngər bağlılar. Hər halda istəyirəm deyəm ki, yəni hala 100 ildən sonra bir iddə İrançılar, farsları deyirəm, məşrutə axtarırlar. Qacar dövrünün məşrutəsini axtarırlar. Amma yazıda Məhəmməd Əli Şah, şəhid, mən deyirəm ona, Məhəmməd Əli Şahı müstəbid, filan, məclisi topa bağladı. Məclisin nümayəndəsinin nə haqqı vardı? Qanuni dövlətin, məşrutə dövlətinin içində olaraq ki, quva ayrıbdır. Qüvvə-i müqənnənə, qüvvə-i mücriyə, qüvvə-i icrai, qüvvə-i mücriyə, qüvvə-i müqənnənə, üçüncü qüvvə nə idi? Allah Allah. 3 dənə qüvvə var. Qanun qüvvəsi, icra qüvvəsi, ədliyyə. Tamam, 3 dənədir. Ədliyyə qüvvəsi. Bu 3 dənə ayrıbdır. Dövlət, ordu, silah dövlətin ixtiyarında olacaqdır.
Amma görürük ki, məclisin nümayəndələri hərəsi 50 dana, 100 dana özünə tüfəkçi götürüblər. Bunların pulunu kim verir? Yəni bu 100 dana, 50 dana hər nümayəndənin özünün tüfəkçisi vardı, istədiyini görür. Hər kəs də istəyir şey edir. Bunun hüququ kimdən gəlir? Hardan gəlir? Xaricdən gəlir. Framasonlar bu işi görürlər. Və görürük ki, nəhayət sonunda Qacar dövləti məcbur olur əmniyyətə gətirmək üçün, qanunu icra eləmək üçün şey olsun, o Ruslu da məclisin özün yox. Bir dənə məclisdən əks yoxdur ki, deyərlər məclisi vurublar, məsələn, filan yeri dağılıbdır. Belə əksi vardı, bir dənə doğrudan əks olardı ki, deyərlər, məclisi vurublar, dağılıbdır. Amma məclisin dövrəsində o top şey vardı, səngərlər, qruplar, nümayəndə deyilən qanunu əzənlər onları vurmağa başlayırlar və bu da şey olur, mütəəssifanə Təbrizdə Əncüməni Qeybinin adamları gəlirlər, Səttarxan kimi siyasətdən bilməyən bir şəxsi gətirirlər iş üstə və Qacarın da var, yox 2000, 2500, 3000, 3500 yap çoxu, yəni Rıza Şah olanda 3500 ordunun deyirlər adamı var. Küllən Qəzzaqlı, nə bilim, Qəzzaq deyə də, Qəzzaq adında bir şeydir, düzəldirdi Qacar, hələ yox idi. Qacar Qəzzaq düzəldirdi, ingilislər də şimalda polis düzəldirdi ki, adı polisi, Güney polisi deyə düzəldirdilər. Bu Qəzzaqlar 3000-dən azdır, ya 3200-300 belə bir cəmiyyəti vardı. Əlbəttə bu şey işləmədi, amma işləsəydi orada çıxada bilərdik. Tədadı Qəzzaqani اواخر سلسله قاجار چند نفر بوده است. جورخ چه bunu diyebilir ki در اواخر دوره قاجار سال 1300 شمسی دیویزیون قزاق به طور کلی حدود 11000 نیرو داشت. 11000 nəfər burada deyir ki, varlı şamil əfsəran, dərəcədaran, sərbazan mi şudənd ki, indi bunu desək, bu 11000 nəfər şeydə oldu ha, məşrutədən 15 il geçir. Yəni 1300-də məşrutədən 15 il geçir. Amma indi gəlsək bunu desək ki, əvaxir Qacarın yerinə geçsək desək ki, در دوران قبل از مشروطه و همزمان با مشروطیت tamam. Görək ki, burada nə deyir? تعداد دقیق قزاق در اواخر دوره همزمان مشروطیت متغیر بود، اما در اواخر دوره قاجار تعداد نفرات این نیرو به حدود 8000 نفر قاجارın axırında میرسد. یعنی آخرda, yəni 15 il sonra və fərmandehi آن را در افسران روس بود که نقش کلید در سرکوب مشروط ایفا کردند. جزئیات بیشتر. Qacar burada açsaq yazdığı البته نیروهای نظامی ایران در سالهای پایانی قاجار و مشارکت در آنها قزاق و ویکیپدیادا görə قزاقا görə nə yazıbdı? قوای قزاق یا تیپ قزاق یا درست‌تر قوای قزاق بریگارد قزاق تزار روسیه نیروی نظامی ویژه‌ای بود که در سال 1258 هجری شمسی 1296 هجری قمری زمان ناصرالدین شاه قاجار در پی قرارداد بین ایران و روسیه تزاری تشکیل شد. استعداد این نیروی نظامی ابتدا در حد بریگاد تیپ و سپس دیویزیون لشکر بود و زیر فرماندهی افسران روس نظامیان قزاق قرار داشت. لشکر قزاق ارتباط با نیروهای نظامی ایران نداشت و مزدوران یا مزدبگیران تزار روسیه بودند. پس burası bizim şeyimizə, dərdimizə dəyməz. Gedək görək ki, Əgər eləyə bilsəydik, burada bizə bir şey versin. Mən o cür ki, oxuduğum zehnimə gəlir, 3250-350 hududunda şey vardı, onlar da gəlirlər Təbrizin ətrafında 9 ay, 11 ay orada əllaf olurlar. O tərəfdən neçə 100 dana, 1200 dana, neçə 100 dana Bəxtiyari, Lor və Bəxtiyari gəlirlər Tehranı. O tərəfdən bir də şeydən, şimaldan, Tonukabından gəlirlər Tehranda, 3 gündə Tehranı alırlar. Çünki Tehranda güc yoxdur ki. Hər halda bilmirəm bunu niyə dedim. Vətənə biz hər halda dostlar,
İki şey mühümdür dedik. Biri vətən, biri də dövlət. Bizim dövlətimiz o cür yıxıldı, vətənimiz də o cür işğal oldu. Biz o gündən məşrutədən bu günə məşrutədə bir dənə əsl yerləşdiriblər ki, keçəcəkdəki tarixi hökuməti saxlayırlar. O da nə idi? Məmalik-i məhrusə. Məmalik-i məhrusədə, yəni məmləkətləri ki, onun içində hərasət olunur, saxlanılır. O məmaliki saxlasınlar, adını qoydular əncümənhay iyaləti vilayəti, iyalət vilayət əncümənləri. Yəni əncümən gələcəkdi, şura gələcəkdi, o məntəqəni idarə edəcəkdi. Bir dənə başçısı olacaq, başçı seçəcəklər, şuranı da seçəcəklər, o gələcəkdi, hər məmləkətin özünü saxlayacaqdı. Bu Tehrandan qırılacaq əslində. Bir növ qırılacaq. Mümkündür ki, elə qədimki kimi məsələn vergi gedə mərkəzə, ordu mərkəzdə əgər olsa ola, nə bilim pul məsələn mərkəzdən gələ, siyasət xarici oradan gələ, amma qalanı elə hər kəsin öz yerində eləyəcəkdir, hər kəsin öz dilində, öz dinində işini aparacaq. İkincisi dedik vətəndir. Birincisi dövlətdir, ikincisi vətən. Ondan biz dövlət üçün Şeyx Məhəmməd Xiyabani hərəkət eləyibdi. O zaman ki də qanun icra olmayıbdı. Ondan sonra pişəvəri hərəkatı gəlibdi. Dövlət qruplar yenə də hərəkət olubdu dövlət üçün, həmin dövlət üçün. Yəni dövlətimizi əlimizə gətirmək üçün yenə bir hərəkət olubdu. Ondan sonra 57 hərəkatına bir hərəkət başlandı. O da namuvaffəq qaldı və indi də ki davam edir. Hala davam edir. Biz dövlətimizi o cür əldən verdik, torpağımız da küllən ixtiyarımızda deyil. Yəni biz torpaqların üstündə yaşırıq orada burada. Kətlərimiz, şəhərlərimizin bir çoxu boşaldı, getdi. Niyə ki iş apardılar İsfahana, Şiraza, nə bilim Kaşana, Simnana, Yəzdə və biz burada işsiz qaldıq. Çörək çıxartmaq üçün məcburuq ki, işdə alışsın. Biz dünyanın işləyən bir insanlarıq. Eləyə bilmərik ki, deyək ki, ac qalaq, şey olsun. Yox, ac qaldıq, köçməyə məcbur olduq, kətlərimiz boşdur, torpaqlarımız boş qaldı, getdik, onları abad elədik və öz torpaqlarımız xaraba qaldı. İndi bu vətən hər halda işğaldadır, biz torpaqların üstündə və altında bir iş görəmirik. Yəni, torpağın üstündə və altında hər nə varsa bizim deyil, əlimizdən alırlar. O zəmilərimizi ötürmüşük, bağlarımızı ötürmüşük, getmişik orada burada işləməyə, dövlət gəlib onlara sahib çıxıb indi. Yəni, məsələn, mənim özümün dədələrimdən, babalarımdan kəndimizdə yerimiz var. Yəni, onlar hektar, 20 hektar, 50 hektar yerimiz var. Amma indi üçün mən məsələn oradan 40 ildir, 45, 50 ildir çıxmışam. 52 ildir mən kətdən çıxmışam. 52 ildir biz məsələn bu dağlara əhməmişik. Onlar meşə olublar. Ya şey olur, onlara dövlət deyir ki, bu mənimdir, niyə siz burada əhməmsiz, bura mənimdir. Mən burada işim yoxdur, gücüm yoxdur, nə cür qalacağam burada? Mədrəsə yoxdur, iş yoxdur, yer yurdum heç zadım əlimdə deyil, mən nə cür burada qalacağam? Məcburam köçəm. Sən mənim yerimə sahib çıxanmasın ki. Bu yeri mənim dədəmlənəm, mənim dədələrim indi 50 il bundan qabaq deməsən də 40 il bundan qabaq mən Allah rəhmət eləsin Çalbə Həmzə əmidən Allah onun oğluna da rəhmət eləsin. Oğlu da keçən günlərdə Allahın rəhmətinə gedibdi. Fərman əmoğlu. Allah ruhu şad eləsin. Çox yaxşı bir insan idi. Ondan eşitdim ki bizim dədələrimiz 750 il bu Kəlan dediği yerdə yaşayıblar. Bəzən savaş olubdu, adamlar azalıbdı, köçüblər, gediblər məsələn Prasvana ya Dülana ya nə bilim ora-bura köçüblər, amma bir az sonra yenə gəliblər həman yerdə biraz məsələn oyuz-buyuz yenə orada kəndi təzəşdən tikiblər, təzəşdən abad ediblər, amma o indi məsələn bir 50 il bundan qabaq deməsək də 40 il bundan qabaq mən rəhmətli əmimdən bunu eşitsəm, nənə tərəfindən əmi, onu eşitsəm, nənəmin əmisi olur əslində. Onu eşitmişəm, o olar 800 il. 800 il civarında biz bu kətdə qalmışıq, burada qan vermişik, burada adam öldürmüşük, bizim adamlarımızı öldürüblər, burada qan töküblər, burada bizim vətənimizdir. Siz buranın torpaqların qarış-qarış torpağı bizimdir. Siz buranın dövlət ala bilməz, amma bizim əlimizdə deyil. Bəs görürsünüz ki, bizim iki dana əsli mühüm istəyimiz vardı. Biri dövlət, biri torpaq. Heç birisi bizim əlimizdə deyil. Bunlar üçün də ölməsək, öldürməsək, onları ələ gətirənmərik. Və əgər bunu bilin, əgər hər şeyi sizə müftə verirlərsə,
Əgər hər şeyi sizə müftə verilsələr, sizdən bir şey alırlar. Və siz ona sahib deyilsiniz. Müftə verilən şeyə siz sahib deyilsiniz. Hər nə ki müftədir, ona sahib deyilsiniz. O şeyə sahibsiz ki, ona zəhmət çəkirsiniz. Məsələn, biz gəlmişik Kanadada yaşayırıq. Burada deyək yer alıram, ya həyət alıram. Bununla belə ki, qazandığımı verirəm, deyir ki, sən buranın %49'una sahibsən. %50'sine yox. Yəni nə mənə? Deyir, buranın üstündə, göydə və buranın yerin altında. Hər nə tapılsa %51'i İngilistanın şahınındır, %49'u da sənindir ki, bura pul vermirsən, almısan. Burada mən malik deyiləm. O da şah da malik deyil. Yəni İngilistanın şahı da, əlbəttə buranın 89% torpaqlar, Kanada torpaqlarının ki, neçə milyon kilometr mürəbbədir. Bunun 89%'i İngilistan şahının mülküdür. İnsanların mülkü deyil. Buranın 11%'i ya 12% əgər səhv eləmişəm, yadımda indi deyil, bunları yazmışam, yazılarda vardı. İnternetdə də tapa bilərsiniz. Bu dövlətlərin, Kanadanın içində olan dövlətlər, federal və provinsial deyə dedikləri dövlətlərin və burada yaşayan 40 milyon insanın mülkü bu 11%'dir. Qalanı şahındır. Və məsələn dedim, bizdəki yer almışıq, biri yer alıbdır. Bunlar da mələkədən ya şahdan aldıqları yerdir. 49%'na malikdirlər, 51%'i onun malikidir. Deyək ki, burada bir dinosaur kəmiki çıxdı. Onu istəyirsən satasan. Bir daş çıxdı. Qiymətli bir şey çıxdı. Deyir ki, bunun 51'i şahındır. 49'u sənindir. 49'undan da vergi verəcəksən şaha. Hər halda İranda gedən məsələlər, dostlar, çox acıdır. Amma nəticəsi şirin olacaq. Yəni oradan bizlər əgər ağlımızı işə salsaq və əgər yatmasaq, yatan öküzün başında duran öküz neylər, onu hamımız eşitmişik. Biz əgər yatmasaq, tez ayılsaq, eləyə bildik ki, onlar qışqırsınlar Rıza Şah, Məhəmməd Rıza Şah, Pəhləvi, nə bilim, nə mənə qışqırırlar, qışqırsınlar. Bizim nə işimiz var? Biz öz işimizi görək. Biz özümüz qalxaq ayağa, dövlətimizi quraq. Radyo, televizyonu indi bəzi yerlərdə, Məşəddə, Şirazda fikirəm ki, bir neçə yerdə radyo, televizyonu odlayıblar. Bəlli deyil ki, millət odlayıbdır, yoxsa dövlət içəridən odlayıb ki, millətdən əlinə düşməsin. Radyo, televizyonu alacaqsan, fərmandarlığı, ustarlığı alacaqsan, o mərakizi ki, onlarda şeydir, ərteş var, sipahpasdaran var, ittilaat var, bunların mərkəzlərini alacaqsan, millətimiz, oradan radyo, televizyondan elam edəcəksən ki, millət qalx, radyo, televizyonu aldıq, bura Güney Azərbaycan Türk Cumhuriyyəti, bura Qəşqayistan Türk Cumhuriyyəti, bura Türkçəmən, Güney Türkçəmən Səhra Türk Cumhuriyyəti elam edəcəksən, millət qalxın ayağa, silahları götürün, şəhrizi, vətənizi və dövlətinizi qoruyun. Bu bizə ən böyük və ən şirin nəticə olacaq ki, qanların üstündə qurulacaqdır. Əgər bunu qura bilməsək, o qanlara xiyanət eləmişik. Əgər bu yerə yetişməsək, o qanlara xiyanət eləmişik. Hər halda bu günləri iki kitabından tanış olduq. İkisi də Cığatay ləhcəsində idi. Birinin yazısı çox qarışmış idi, amma azdan çoxdan oxuya bildik. İkincisi çox gözəl yazışmışdı. Quran təfsiri idi. Onu oxuduq. O ikinci kitab çox sonralar yazılıbdır. 100 ildən az 97 ili öncənin kitabıdır. Yazılmış əl yazı kitabıdır. Amma hər halda onu da oxudum. O gözəl yazılmışdı. Onu oxuya bildim və anlaya da bildim. Məsələn, deyək ki, o 10-15 səhifə ki, ondan oxudum. Onun bəlkə 10 dana kəlməsini oxuya bilmədim, adladım ya qələt oxudum. Onu çıxsaq, bu da bilirsiniz ki, hər halda bir ayrı ləhcədir. Türk dilində bir ayrı ləhcədir ki, eşitməmişəm, qulağım adət eləməyib, beynim adət eləməyib, gözüm yazını görməyib, bizim gözümüz yazını görsə adət edir. Bizim, məsələn, farsı dilindəki oxumuşuq, bir dənə mətni qoyurlar qabağımıza, biz onu gözümüz baxırıq, gözümüz onlara adət elədiyi üçün içində bir dənə, məsələn, cümlədir, məsələn, deyək ki, 20 dənə, 30 dənə kəlmədən ibarətdir, içində 10 dənə, 15 dənə qələt olur. Bizim gözümüz o qələtləri görmədim tutur.
beynimizlə görmədim tutur. Çünki deyir ki, bu cümlə mənası beləsi olacaqdır. Bunun düzü budur, oxuyur gedir. Amma biz indi ayrı ləhcədəki tanımırıq, bilmirik, eşitməmişik, qulaq asmamışıq, beynimiz, gözümüz, ağlımız adət eləməyibdir. Heç birisində onun haqqında bir təsvir, bir əks yoxdur beyindəki. Beyin deyə tamam düzü budur, bu da mən tutum geçsin. Onun üçün də onda oxumaq zordur, zor olur. Amma məncə yəni mən özümdə inkişaf görürəm. Özümə umudum daha çoxalır. Özümə daha çox iftixar edirəm ki, bu az zamanda 269 cələsədə hər halda indi Uyğurdan, Cığataydan və ya Uyğur ləhcəsindən biraz oxuya bilirəm. Türkcəni biraz oxuya bilirəm. Həm də əlyazmanı oxuya bilirəm. Burası çox mühümdür. Həm də ki bir neçə yüz il yaxın kitab oxuduğumuz budur da. Bugünkü kitab ki oxuduq 97 il bundan yazılmış bir kitabdır. Əlbəttə dedim məmulən mən 250 ildən az olan kitabları oxumuram. Bu ikinci kitabdır ki oxuyuram ki ömrü azdır. Normalda 250 ildən yuxarı 500 illik, 700 illik, 1000 illik kitabları oxuyuram. Əlyazma kitabları ki onlarda düşmənlər əl aparmayıblar ya düşmənin təsirində etkisi altında qalıb beyni formalaşmış düşmən istədiyi kimi düşünənlərin fikri onlarda yazılıb, onları oxumuruq. Qədimləri oxuruq ki, düşmənlərin fikrinin altında düşmənləşməyib bizlə. Onların kitablarını oxuyuruq. Allaha min mərtəbə şükr edirik. Bu fürsəti bizə verdi. Yenə bu günləri diri qaldıq və bu günləri 2 dənə əsərlə tanış olduq. Əgər Allah səlah görürsə, ömrü verirsə, bir ayrı gün, bir ayrı kitablarla ya bir kitabla tanış olarıq. Türk dünyasının içində daha dərinləşərik və düşmənin yaratdığı cəhalət dünyasından biraz uzaqlaşarıq. Sağ olun.